Dəniz üzərində küləyin sürəti və davamlılığı yaşıl enerji istehsalı üçün ideal faktordur. Azərbaycan istehsal olunacaq yaşıl enerjini yalnız daxili bazar üçün deyil, ixrac məqsədi ilə də nəzərdə tutur. Bu çərçivədə 4 əsas interkonnektor layihəsi mövcuddur. Xəzər, Gürcüstan, Qaradəniz, Avropa, Mərkəzi Asiya, Xəzər, Azərbaycan, Türkiyə, Bolqarıstan, Naxçıvan, Türkiyə. Xəzərdə bir il ərzində xarici mütəxəssislər tərəfindən ölçmələr aparılıb. Nəticələr yüksək potensialı təsdiqləyir. Dəniz ərazilərini harda ki artıq texniki yox, iqtisadi potensial mövcuddur. Biz onların xəritəsini hazırlamışıq və bu yaxın günlərdə həmin xəritə təsdiq üçün hökumətə təqdim olunacaq. Təsdiq olunduqdan sonra artıq həmin ərazilərdə investor şirkətlərinin ölçmələrinə start veriləcək. Gələcəkdə Xəzərin dərin sulu ərazilərində külək turbinləri də quraşdırılacaq. Bütün bu proseslər isə 2030-cu illərdə yekunlaşacaq. Səkinə Hacıyeva, Rüstəm Abdullayev, ASTV Xəbər.